Neftçinin bazasına girəndə birinci nə görmək olar? Əlbəttə ki, Neftçinin ən sevimli sözü. Bir sevgi var, o da Neftçi. Ən sevimli oyunlardan, tarixi oyunlardan, gör neçə illik tarixi olan klubun səhifəsində olan qəhrəmanların sifətləri. Əlbəttə ki, Neftçinin əsas simvolu başqa futbolçular inciməsin, Anatoliy Banişevski. Bu başqa bir lövhədir. Bu lövhəyə baxsaz görərsiniz ki, bu Neftçinin son belə götürək 20-25 illik müəyyən qədər tarixinə aiddir və ən əsas da ki, Neftçinin Avropa kuboklardakı oyunlarıdır və giririk ən əsas otaqlardan biri Neftçinin iclas otağına. Neftçinin belə deyək də oyunlara burada hazırlaşır və burada Neftçinin xüsusi bir ab-havası var, yəni ki, sirlər hamısı buradadır. Neftçinin futbolçuları oynamaqla yanaşı, həm də dincəlirlər, hər bir normal insan olduğu kimi. Və girdik, hər bir idmançıya vacib olan yer haradır? Əlbəttə mətbəx. Burada insan qidalanır və onların hamısı üçün çox vacib olan bir yerdir, belə deyək. Futbolçu özünü harda hazırlamalıdır meydançadan başqa. Əlbəttə ki, biz sevirik ağır atletika demək, amma zaldır da, yaxşıdır.